Əvvəlcə pidənin xəmirini hazırlayıram. Xəmiri hazırlayacağım qaba ilıq su, süd, duz, bitki yağı və quru maya əlavə edib qarışdırıram. Üzərinə istifadə edəcəyim unu az-az əlavə edib xəmir yoğururam. Ələ yapışmayan xəmir olur. Üzərini örtüb isti yerdə 40 dəqiqə mayalanması üçün gözlədirəm. Həmin müddətdə əti qovururam. Ardıcıllıqla soğan, bibər, ət və pomidoru qovururam. Sonda pomidoru əlavə etdikdən sonra az istilikdə tavanın qabağını örtüb yağa düşənə kimi bişirirəm. Başqa bir qaba yığıb, üzərinə damaq dadına görə ədviyyatlar əlavə edib qarışdırıram. Mayalanmış xəmirin havasını alıb, hər biri 160 qram olmaqla 8 ədəd yumru top hazırlayıb yayıram. Üzərinə pendir yığdıqdan sonra kənarlarına büküb, hər birinə 2 dolu xörək qaşığı içli yerləşdirib, üzərinə yüngülvari pendir səpib kənarlarını yumurtalayıram. Və 20 dəqiqə gözlətdikdən sonra 220 dərəcədə qızıl rəngdə olana kimi